Bilmirəm hardan davam edeyim, necə eləyim. Əvvəla bunu deyim ki, bəzən biz deyirik, ver. Allah deyir ki, bunu verərəm, 10 dənə şey alınacaq. Olmaz ki, hamısı olsun, yox, dünya məhdud, hamısını verə bilmir. Sən elə bir şey istəyirsən ki, bu gəlsə mütləq 10 dənə şeydən məhrum olacaqsın. Dünyanın qaydası belədir. Dualarımız Allah'a şikayət qoxusu verməsin. Demirəm, dua eləməyə, indi deyəcəm, qaydan necə deyəcəm onu. Demirəm, dua eləmə, problemlərin həlli üçün dua eləmək lazımdır, hər bir problem üçün, amma haykü salma. Görsünlər razılıq xüsusiyyəti səndə. Razılıq xüsusiyyəti. Görsünlər ki, razısan. Əmin Allah ziyarəti var, ən mötəbər ziyarətlərdən biridir. Kim istəsə oxuya bilər. Əmin Allah. Onun əvvəli belədir. Allahümmə ec'al qəlbi mutmainnətən bi qədərik. Belə başlayır. Deyir, ilahi, mənim qəlbimi sənin qədər və arxain elə. Yəni, mən bilim ki, sənin əlindədir, arxain. Sənin əlindədir, onu bilim. Və radiyətən bi qəzaik. Və sənin qəzava razı olum mən. Qəlbim razı olsun. Bəziləri sual verə bilər. Razıyamsa Allahın qəza və qədərindən niyə dua eləyim bəs? Da razıyam da vəziyyətimdən. Niyə dua eləyim? Deyir ki, dua eləyəndə razılıqla dua elə. Bax, indi deyim duanın qaydası. Gəlin, sabahdan belə dua eləyək, görək nə göstərir. Deyək ki, ilahi, mənim bir xəstəliyim var. Mənə şəfa ver. Amma necə məsləhət bilsən? Bu necə məsləhət bilsən, yanında olsun. Mənə şəfa ver, amma həll eləməsin yenə də bəndən, amma münasibətimiz Allah öz yerində. Sən Allahsan, mən bəndəyəm. Məsləhət sənin və duanı belə eləyək. İlahi, mən istəyirəm bu belə olsun, amma alınmasa da heç narahat olma. Allah onsuz da narahat olan deyir, Allahda narahatlıq halı yoxdur. Yəni, sən elə Allahsan, mən bəndəyəm. Heç nəyə təsiri yoxdur, dəxli yoxdur bunun. Hərdən bizə yazırlar ki, məsələn, filan məclisə gələ bilərsiniz, gəlsəz də, gəlməsəz də heç bir fərq yoxdur. Deyirəm, nə ədəbli adamdır bu. Adam da var, dava eləyir adamla. Deyir ki, gəlmədin, fəssalam, sən təkəbbürlüsən, sən filansan. O gün ruhanilərdən biri danışır, adını çəkməyəcəm. Deyir ki, yaxınlaşıb, biri mənə deyir ki, uşaq da qucağımda gedirəm, yaxınlaşıb ki, sənə bəddua elədim, qarğış elədim. Deyirəm, niyə deyəcən gələdim, telefonuma cavab vermədim. Qəribədir. Adamla, Allahla da bəzən biz belə eləyirik. Eləməsən, vəssalam, qutardım səninlə. Elə yox. Deyirəm ki, bax, mən dərdim var, bu dərdim var. İstəyirəm həll eləsən, amma həll eləməsən də razıyam. Hər şey əladır. Eləməsən də razıyam. Bu problem mənə biraz əziyyət verir, amma razıyam. Olmasa da razıyam. Sən nesə, Allah sən nə desən razıyam. Bu məntiqdən indi gəlirəm İmam Həsənin sözünə. Bu, necə deyim, qızıl qaydadır da İmam Həsənin sözüdür bu. Bilirsiniz kimə deyib bu sözü? Hamımızın tanıdığımız bir şəxsə. Abdullah ibn Cəfərə, xanım Zeynəbin həyat yoldaşına. Ona nəsiyyət edib. İmam Həsən əleyhissalam bunu deyib. Deyib, ya Abdallah, keyfə yəkunul mümin müminən. Deyir, ey Abdullah, necə ola bilər mömin olsun? Bir mömin olsun. Bir halda ki, öz, belə deyək də, qismətindən narazıdır. İndiki vəziyyətindən narazıdır, amma mömindir. Necə ola bilər bu? Necə mümkündür bu? Bir də deyirəm, razılıq inkişafdan adamı saxlamır, Bax, bir adam kafirdir, bir adam mömindir. İkisinə də deyir, ikisi də çalışır hansısa problemin həlli üçün. Allah möminə deyir ki, kafirdən də möhkəm çalış dünya probleminin həlli üçün. İkisi də çalışır, ikisində də alınır ya alınmır. Alınmayanda fərq nədir? Kafir depressiyaya düşür, narahat, qəzəbli, mömin aram. Vəssalam. Kimsə demir çalışma. Çalışırsan, amma bu razı və aram olur. Keçmişdə bunu demişəm, narazılıq yoluxucu xəstəlikdir. O adamlar görürüz ki, zarirə, uzaq olun onlardan. Məndən sizə kiçik qardaşınız kim əmanət? Mənə dinləyən adamlardır.
Yoluxucu da özündən asılı deyil. O ki danışdırdım, başladı, nə bilim, filan, vəssalam. O əsnəmək necə yoluxucudur? Bir indi məclis olmur da, vaxtlar olanda görürsən, bir əsnirdi, ona baxırdı, hamı başlayır əsnəməyə. O necə elədi? Bu bədbinlik də belədir. Ondan sonra İmam Həsən əleyhissalam buyurur ki, deyir, necə mömin ola bilər bir adam ki, başına gələn işə yəni razı deyil. Ondan sonra buyurur ki, vəl hakimu aleyhillah, bir halda ki, bilir hakim Allahdır. Və əsas söz, bunu deyim, sözümü bitirirəm. İmam Həsən əleyhissalam buyurur ki, mən, Həsən ibn Əliyəni, və ənə zaminu limən ləm yəhcüz fi qəlbihi illər rıda ən yəd'uvəllah fəyüstəcabə ləhu. Və bu qəşəngdir. Deyir, mən İmam Həsən zəmanət verirəm, zaminəm, kim dua eləsə, amma qəlbində Allahdan razı olsa, mən zəmanət verirəm ki, duaları qəbul olacaq, Allah duasına cavab verəcək. Mən İmam Həsən zaminəm, razı qəlblə kim gəlsə, dua eləsə, onun duası müstəcəb olacaq. Davasız, kavasız. Allah sənsən, əvvəl bunu gəl müəyyən elə. Allah sənsən, nə desəm, baş üstə, bilirəm mənim xeyrimədir, məni sevirsən, gücündə hər şeyə çatır, hər şeydə əvvəlcədən elan edirəm ki, nəticə nə olsa razıyam, amma istəklərim bunlar. İstəklərimin siyahısını gəl. Özün demirsən axı, istədiyimi mənədir. Mən də gəlmişəm, istəyirəm, mənə istəyirəm bunları. Amma əvvəlcədən elan edirəm ki, nə olur olsun, mən səndən razıyam, sən deyən olsun. Mən deyən yox. Mən istəyimi deyə bilərəm. Bəndən işi budur ki, istəyin desin, Allahın da işi budur ki, öz istədiyini eləsin. Çünki o bilir mənim xeyrim nədir. Və bu şəkildə dua eləyin, deyir. İmam Həsən deyir ki, gəlin yoxlayaq da. Adam var, hər variantda əl atıb, gəlsin, bunu da yoxlasın. Bunu yoxlayaq, görən nə göstərir. Amma İmam Həsənin zəmanətinə inanaq da, inanaq yoxlayaq.